Əgər bu yarışması Qarabağ Sabah oyununda hər hansısa bir futbolçunun formasını ala bilsə, məndən 100 manat pul mükafatı qazanacaq. Keçən videoda mən Qarabağın futbolçusundan forma istəmişdim, amma evə əli boş dönmüşdüm. Bu dəfə isə Malik Sabahın futbolçusundan forma istəyəcək. Görək formanı ala bilmək üçün nələr edəcək. Sən də bacaracaqsan Malik. Məncə uşaq oyuncaqdır, bacaracaq. Bakapilo! Yaxşı, indi mən gedirəm onda formanı almağa. Ala bir dəqiqə, oyun elə sabahdır yala. Onda gedək uşaqlar plankat falan hazırlayaq ki, formanı rahat ala bilək. O formanı alıb 100 manatı qazanacaq. Buna görə hal-hazırda giririk bilet almağa. Gəlin xəritəyə baxaq. Malik əbəs yerə biletini 19-cu sektordan almadı. Sektor 19 düz qapının arxasındaydı. Buna görə də Malikin bir planı var idi. Bəli, 2 dənə bilet aldım, biri kameramanın, biri də özümün. Qapının arxasından seçdim. Çünki heç kimin etmədiyi bir şey edəcəm. Bir qapıcıdan forma istəyəcəm. Və Malik plakatını hazırlamaq üçün işə başladı. Formasını istəyəcəyi futbolçu Sabahın qapıçısı Pokatilov idi. Şəkildə üzü sağa baxırdı deyə onu A3-ün sol tərəfinə vurdu. Nə əlaqə xiyar? Hələ belə random oldu. Yaxşı Malik, əsəbləşmə, plakata odaqlan çünki sonda 100 manat qazana bilərsən. Bir gün sonra plakatı da götürüb oyuna getdik. Bu arada plakatın son halı belə idi. Keçən oyunda olduğu kimi bu dəfə də biz stadiona gecikmişdik. Bura gəlmək üçün düz 2 saatləri topa yol gəlmişdik. Nə yalan deyim, bu yolları keçəndə bir an çatmayacağımızı düşünmüşdüm. Sən girmisən içi? Bəli, bizim komandanın və sizin bilmədiyiniz bir şey var. Bu dəfəki oyuna mən girməyəcəm uşaqlar. Çünki keçən dəfə mən stadiona girəndə necə bir izdiham yaşandığını görmüşdünüz və biz keçən videonu o qədər də rahat çəkə bilməmişdik. Bu dəfə izdihamsız bəlkə də formanı ala bilərik deyə oyuna mən girməyəcəkdim. Sadəcə Malik və kameraman girdi. Dostlar, gəlmişik, oyunun axırında indi. Görək qapıçı bizi görəcək. Mən burada nətər fişkirim, Allah verdi qapıçıya. Həqiqətən də qapıçı Malikdən çox uzaqdaydı. İndi uşaqlar, mən o tərəfə keçməliyəm, prosta orada. Bilmirəm necə keçir. Burada Malikdən əlindəkinin nə olduğunu soruşurlar. Formasını istəyirəm qapıçını. Sabahı, litri. Neydi adı? Malik nə Allah verdiyin yola saldım. Ani boşluğa düşdüm. Gəzə-gəzə qaranlığa qərq olmuşam. Yəni normal yer tapa bilmirəm ki, oturum vaxtımı orada keçirdim. Bu sırada bir izləyicimiz Maliki tanıyır. YouTube videosu çəkiliyə bu arada. Arxama bax. Salam deyək. İlkin çöldə gözləyir məni. Bu videoda Pakalitovun formasını almağa çalışacağım ki, ilkindən 100 manat kazanır. Və yanımda ilkinin izləyicisi var. Nə deməksə burada ilkinə? Tamam deyirəm də, Allah xeyrin versin. Dostlar, oturmağa yer tapdım, dönər sifariş elədim. Bəxtimdən oturduğum yerdə sizə nə var gözləyin göstərirəm sizə. Oyunun bu arada 70-ci dəqiqəsi hələ indi olur. Dönərim gəldi, qəşəng görsənir. Futboluma baxa-baxa yeyirəm dönərimi. İlk başlarda 2 saat yol gəlib stadiona girə bilməyəcəyim üçün çox pis idi. Yolda kaş gəlməzdi. Malik gil gələrdi, mən isə evdə onları gözləyərdim, fikirləşdim. Amma bəxtimdən yemək yeməyə girdiyim yerdə televizorda oyunu canlı verirdilər. Bu arada deməyi unutdum. Qarabağ 1-0-dur. Yəqin ki Malik gil orada deyiblər. Oy, adam çoxdur ya burada. Hadi görmürəm məni. Neçədir şu? 1-0. Qarabağ dur 1-0. Adın nə idi? Malik. Sən askər getmirdin? Gəlib gəlmişəm şey. Tək gəlmisən? Yo, dostumu axtarıram, tapamıram. Dostumu itirdim burada. Məndən qabaq şirin. Uşaqlar dostunu itiribdi. Ürəyim çəkildi. Stadiona gələn hər bir azarkeşə təşəkkür edirik. Futbol sizinlə gözəldir. Temim indi bura baxmır elə biri. Elə bir ki, mənim bıcaqlı videosudur yala. Meydana 99 nömrə Patrik Elvina daxil oldu. Allah nə bilim qapıcı gəlir, ürəyim düşmüşdür. Ancaq oyunda bura bax ha. Həmin şey barəsə danmış da. Gəlməz baxı, mən qapıcıya baxırdım. Ala yıxıldı biri. Uşaqlar biri yıxıldı ama mən qapıcıya baxırdım. Danış. Qabaqda qardaşım, bravo. Allah soysun. Gol sonlar. 6-cı dilimi yeyəndə Sabah gol vurdu. Burada da oyuna baxıb qışqıranlar var eşitdiyiniz kimi. 1-1. Stadiona mən girməmişdim. Siz yenə də Maliki tanıyıb şəkil çəkdirməyə gəlmişdiniz. Malik isə burada boğulurdu. Uzatmaya gedə bilər ha oyun, bura penalti. Sən penalti. 2 dəqiqə baxır dəli oldu. Hayır. Amma uzatmalara getməsin. Mən o yarım saat artıq necə gözləyəcəm ona? Ürəyim partlayar. Sabah ikinci qolu vurdu. Hələ 9 dəqiqə var. İkinci qolu vurublar. Dostlar, Allah verdi ki, telefonla danışırdım. Kadrlarını böldüm. Gol oldu. Amma gol hələ ekrana gəlməyib. Deyəsən Sabah vurdu özdə. Adboy verdilər onlar gol vuran kimi ki, sizə videonu çəkə bilsinlər. Bayaqda ilkin zəng elədi deyə golu çəkənmədi. Yəqin bu oyunu da Sabah udacaq. Buradan çıxan kimi bunu göstərib o formandan alacam ilkin görərsən. Arxamda da ki, Sabahın fanatları var. Öz yerimdəyəm. Televizora 1 dəqiqədən çoxdur gol gəlməyib hələ. Allah adday gedir. Deyəsən Qarabağ vurub. Kim vurdu bilmədim ha mən. Dedilər Allah gol oldu, Adboy elədilər. Çox adam var, bura atmosferi çox zordur. Burası darısqallıq var da. Paslaşmaya çox gəl var da. Özdə sırf Qarabağ Sabahın bütün oyunlarında olmuşam. 90-cı dəqiqə oldu, uşaqlar oyun qurtarır. Məncə bu hücum qol olacaq. Maskoytdan bildirim gəldi. Olmadı. Mən ikinci qolu görmək istəyirdim. Bu anda isə Malik yavaş-yavaş ümidsizliyə qapılırdı ki, birdən formanı ala bilməz. Gol! Üçüncü gol! Orada gəldi balkonda.
Ay, Malik boğla 3-cü qolu qeyd edir. Mən hələ də 2-ci qolu görməmişəm. Allah uşaqlar, televizora çox gec verirlərmiş. Bayağı keçdi üstündən, hələ də televizorda mən görməmişəm qolu. Qoyar qapılar belə olsun ki, daha yaxşı görsənsin də. 3-1. Offside, bir offside uşaqlar. Mən qaydım yerimə offside oldu. Atır Allah verdi. Yağmur oldu. Allah bu qədər utanmamışdı. Niyə nə oldu yala? Burada offside idi. Allah, mən hələ də 2-ci qolu görməmişəm. Qapçımız kurtardı uşaqlar. Deyəsən kurtardı, ayağı ilə belə elədi. Adı nə idi, bir adına bax. Pokatilov. Biraz adını su deyəm mənə. Səhv deyərəm, amma ona əsəbləşib verməz. Nəhayət ki, Sabahın 2-ci qolunu görə bildim. Qol dostlar 2-1. Özü 90-cı dəqiqədən. Bilirsiniz ki, oyunlar bərabər qutaranda yarım saatda əlavələr olur. Sabah səni çox sevirəm ki, qol vurdun, oyun uzanmadı. Yoxsa yarım saat burada tək başına gözləmək ürəyimi sıxacaqdı. Uşaqlar yerimi dəyişdim ki, maraqlı söhbət eləyək. Bir də uşaqlar heç kim qapçıdan futbol istəməyibdi məncə. Mən bu oğlan qapçıdan forma istəyəcək. Ay! Gol! Esmi! 2-1-dələr. Bəlkə yeni offside bu da. Bu da offside'dır. Altın Allah verdi. Allah 3-cü qol olmalıdır. Səsin batıbdı uşaqlar bir şey. Bu arada dostlar, mən özəl qolu qeyd eləmək üçün 2 dənə türk paxlavası, bir dənə şaftalı, bir dənə də çay aldım. Oturdum. Çayımı içirdim, paxlavamı yeyirdim, yerim rahat idi, oyunu da izləyirdim. Amma yavaş-yavaş həm qolları gec görməyim, həm də tək olmağım biraz keyfimi pozurdu. Keçən oyunda o qədər izdiham yaşayandan sonra burada belə tək qalmağım məni pis eləyirdi. Tam bunu fikirləşirdim ki, siz gəldiniz. Sonra gəlirdi. Gəlmişəm, necəsən? Videodayım özdə. Sən dostlar ilkini takip eləyin zəhmət olmasa. Azərbaycanda ən yaxşı bloger İlkin Prezident. Canımızdır. Bizim qardaşımızdır. YouTube atacağım. Onlara baxım. Sabah qay. Bu mənə versən. Canımsa öpürəm səni gözlə. Yox dostlar ilkini takip eləməyin. Yorumlara basın eləyin ki, mas hazıra gəlsin. Bayraq da qazandım uşaqlar. Sevirəm sizi. Gol. 2 olsun uşaqlar, penaltılarla qalsın. Ona da ki oyun ən azı yarım saat olacaq. Ona görə sərf eləməyin. Vurma, Qarabağ qol vurma, çıxaq gedək. Hal-hazırda iştirafı vururlar. Vurma da çıxaq gedək, vurma. Ya. İnşallah penal olmaz uşaqlar. Penal deyil, ayı qurtardı. Sabah attı. Bunu görsədə formanı almağa çalışacaq. Bak onlar kardeşim. Gələcək bura. Canlanırım. Gəlir. Hakapilo. Dostlar, like atın. həqiqi baskın oldu da yenə burada da. Oyuna gəlmişdiniz. Kimi tuturdunuz? Qarabağı prosta sonra ikinci yer keçdi sabaha. Üzrə baxın. Qəşəng oldu siz amma. Orada elədilər ya özünüz eləmişdiniz? Orada elədilər. Qarabağ sabah elədi, sabah sildik biz. Qarabağ azar keçirsiniz. Taycan, sən nəsə bir sözün varmı videoya? Abunə olmağı unutmayın deyir. Hakapilo. Verəcək. Burada Pokatilov bizim kameralara baxaraq Maliki ümidləndirmişdi. Hətta mən belə videonu montajlayanda bu hissəni görüb ümidləndim. Hakapilo. Amma Pokatilov öz komandası ilə birlikdə əl çalaraq meydandan çıxdı. Yəni ki, Malik uğursuz oldu. Bacarmadı. Dilənci yoxşuyam Allah nəsə. İlkini çağır ha. Bəlkə çağırmaq vurtaşacaq məndən bir daha forma ala bilmədi. Gəl onlar şəkil çəkdirirlər. İlkin yəni farklılıq eləmədi ha. İlkinler sen de ses kaydını. İlkin gəlir yanı bas. Bəzilər ilkini tapdıq, ilkini indi şəkili çəkdirirlər. Gedək biz də ora. Oo, bəli uşaqlar ilkini tapdıq burdadır. İlkin izdihamdadır. Sabah otdu Ebra. Kimi? Ömrəm niyə verəm? Tamam. Bir daha Allah verdi videoya düşməsin, bir nəfərlə şəkil çəkdirir. Bəli uşaqlar ilkin getdi şəkil çəkdirməyə. Bu tut. Gör nətər yaraşı. Sana bomba kimi bunu verdim sana. Ha. Qardaşım yenə ordu gəlib vagondan. Şatlıq etdi yobamda. Dostlar, məni heç yerdə tək qoymadığınız üçün sizi çox sevirəm. Söz verirəm ki, həyatın hər bir hissəsində mən də sizi tək qoymayacağam. Həmişə əyləncəli videolar çəkib sizin yanınızda olmağa çalışacağam. Nə zor yarışma. Malik forma ala bildin? Yox uşaqlar formanı ala bilmədim. Çox kritik anlar oldu. Hamısını izləyəcəm. Mən də hələ bilmirəm Malik içəridə nələr yaşayır. Mən orada dönər yeyirdim, çay içirdim bura, kef eləyirdim. Mən də orada qışqırdım. Qardaşım, mən amma səndən fərqli olaraq Sabahın bayrağını almışam. Biz də almışıq da. Bu çox zor oldu da. Çox zor. Mənim izləyicəm sənə niyə şərf hədiyyə elədilər? Elə onu mənə hədiyyə elədilər. Bırak, sənin izləyicin, mənim izləyicim. Belə videoların daha çox gəlmək üçün like atmaq, kanala aşağıdan abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Başqa oyunlarda hər hansısa bir futbolçudan forma almağı bacaracağıq. Dostlar yenə imza istəyirlər və Sabahın bayrağına istəyirlər deyə atıramda istəyirlər. Kanala abunə olub like atmayı unutmayın. İmzası necədir?
Yaşaydı, yaşaydı. Ən yaxşısı Murat, ən yaxşısı Ayılçin. Yolu bağlamamaq üçün otursan daha yaxşı olar. Bir də uşaqlar mənə bunu da hədiyyə elədilər.